Salam, hər vaxtınız xeyir. Bugün mənim yeni bir böyük alışverişim var. Sizinlə paylaşmaq istədim. Keçən dəfəki alışverişim, yəni yükləmişdim YouTube-a. O hardasa 2 ay filan getdi. Məndə də, yəni 1 aylıq düzdür indi nəzərdə tuturam, amma tam dəqiqdə 1 ayda bitmir də aldıqlarım. O 2 ay getdi, amma например orada yumurtadır, süddür, qatıqdır, sonra pesok filandır. Bunları təkrar olur ki, bitir, alıram. Burada bir neçə marketdən aldığım şeylər var. Sonra kimyəvi şeylər, əşyalar satılan mağazadan aldıqlarım var. İndi sizinlə paylaşmaq istəyirəm. Yəni nələr aldım. Mənim özümə də belə yəni videolar maraqlı gəlir deyə ona görə çəkirəm. Önce böyle bir paketten başlayaq. Adnarazlı paket, çay paketlərdə. Sonra vanil ve kabartma tozu olmalı. Bu konfetlərdən, yəni konfet deyim, pirojna deyim, keçən dəfə də almışdım. Demişdim, даже bəyənirəm. Yoxsa mən belə konfet sevən deyiləm. Amma onu xoşladım. Belə bir konfet. Sonra belə birini almışam. Bu qəşəkdir. Bunu mən də yeyirəm arada. Maloçnidir belə. Sıkışonlu kimi. Sonra bu Rafaela'ya bənzəyir. Və tatlıda. Da gözümün en sevgili. Bu da o mavinin karışını rengi. Bunu ilk defa da alan. Buna benzer bir şey almıştım. Yani yedirdi. Hoşlarına gelirdi. Yine burada var. Kabartma tozu. Bu yani evde bitti bitmedi. Mən elə hər dəfə alışverişdə bunlardan alıram ki nəsə bir şey bişirəndə əlimin altında olsun. Yoxsa bizə lazımlı olanda hər zaman elədir ki olmur. Burada isə belə yəni sevilir bizdə bu. Arada alırıq. Bu da yaxşıdır, pis deyil. Bir dənə rol olmuş. Heç olmasa da bir dənə olmalıdır. Sonra bir kalfas almışam. Bu səhv etmirəmsə burada 2'dən almışam. Biri yağlıdır. Bu yağlıdır. O yağsızdır. Bu ise Holland pendiridir. İlk defa bu firmanı aldım. Yani keçən dəfə də vurğulamışdım ki bir brend var, onu alıram, o da tapa bilmirəm. Sonunda bunu yəni prob etdim. Marketdə verdilər. Yəni dadı xoşuma gəldi. Pis deyil. İnşallah görüb pizzada necə göstərəcək özünü, yəni əriməyi filan. Sonra bir mayonez. Hər dəfə alıram alışverişimdə. Çünki dönər edirəm. Sonra salat. Yəni ki əlimin altında olsun. Bir dənə bir çempion çay. Sonra bir dənə də beta. Elə bir ki hər zaman çempion alıram. Bir dənə əlavə alıram. Onu qarışdırıb. Öyrəşmişik çempiona. Anlamış. Burada artık pesoklardır. Yani bir neçə pesok almışım. Sonra xərək tuzu. Bu pendirə, turşuya falan yaxşıdır. Buna görə alıram. Sonra tomat. Və qənd. Sonra belə bir semişdə yağ almışam.
Belə böyük alıram qızartmada, pirajki falan qızardanda, börək falan qızardanda istifadə etməyə. Çünki onda qızaranda qalan yağı biz atırıq. Amma biraz belə bir ki, daha yaxşısını alıram yeməkdə istifadə etməyə. Bunu və yaxud da komili alıram. Bu dəfə bu endirimdəydi, bunu aldım. Yəni ikisinin dadında fərq yoxdur, eynidir. Sonra kamar dərmanı. Keçən dəfə də mən alanda hətta şərhlərdə yazmışdılar ki, siz harada qalırsınız ki, kamar dərmanı hələ də alırsınız. Təsəvvür edin. İndi noyabr ayıdır, biz hələ də kamar dərmanı istifadə edirik. Yəni etrafına çaq qoyan kimi kamarlar hücum çəkir. Börək üçün lavaş almışam. Bundan həqiqətən o qədər gözəl börək alınır. Nazikdir deyə çox gözəl olmuş. Sonra belə bir tutqu. Bunlar oğlumun sifarişləridir. Onu atıracağım. Nədir almışam. Burada ciyər var. Yəni toyuq ciyəri, bir də ürəyi. Mən ciyəri dəhşət sevirəm. Və belə bir qarıqdal almışam. Sonra burada bazardan aldıqlarım var. Hansı ki kilo ilə almışam da. Yəni biraz sasaxlı pendir. Sonra kənd pendiri. Və şor bilinç söyləyəcəm bundan. Bilinç içine qatmaq. Sonra burada şapalat var. Yaxşı görsəniz, görək necə olacaq. Və belə lavaşlar var, hansı ki ev lavaşıdır. Bundan salat edirəm. Bu salat da yumuşaqdır deyə yaxşıdır. Amma nəfəmir bundan ancaq börək falan eləməyə yaxşıdır. Çünki o çox bərkdir salatda, rezin kimi qalır həqiqətən. Burada yoxdur. Burada ədviyalar var. Sarı kökdür. Çox da almışım. Sonra paprika, şirin toz biber və kakao almışım. İki şey də unuttum almağı. Hələ yazıram, yenə də unuduram. Sonra belə bir dənə ketçup acı və bu da şaşlıq içinə. Bu da dadlı olur qəşəng. Və qeyri-adi dadı olur. Sonra tost çörəyi. Bunu Holland pendir arasına qoyub tavada tost eləyirəm. Yəni çox qəşəng dadır. Sonra iki dənə belə kəsmik. Bunlar həqiqətən o qədər qəşəng dadlı olur. Amma yəni 9%-dan aşağısının heç bir dadı olmur. Ancaq 9%-dır və yuxarısı. Burada toyuq var. Bu dibi. Yəni biz əsas bu dibi bir də sinə istifadə edirik. Belə kənd solpası falan da alırıq. Amma uşaqlar indi bilirsiniz də kənd solpasını falan yemirlər. Ancaq belə şeylərdən istifadə edirik məcbur. Sonra burada yenə 5 kiloluq un var. Hər dəfə alanda alıram bundan da. Göyərti. Artıq hava qəşəng sərinliyibdir. Göyərtilər çox qəşəng dəstələnib, iri-iri. Düzdür, bizdə bunun biri 50 qəpikdir. Amma yəni hak edir də o verilən pulu 50 qəpik. Sonra bananı aldım. Neçə kilo almışam? 3 kilo, 168 qram. Bizdə ən çox yəni belə alınan günü, səhərsi günü bitən meyvədir də. O birisi meyvələrin heç uşaqlar üzünə də baxmır. Sonra markov olmazsa olmaz yəni. Hər şeyə mən vururam markov. Limon. Belə xaos. Sonra belə bir armud almışam. Çox qəşəng həqiqətən. Deyim ki, qeyri-adi dadı yoxdur. Amma ki, o qədər sulu, şirin, belə yumuşaqdır da. Yəni, yerində yumuşaqdır. O dərəcə ləzzətlidir. Xoşuma gəldi. Sonra belə bir kivi aldım. Bunu bazardan aldım. Bunlar belədir deyə. Bunu ucuz verirlər. 1.50-yə idi kilosu. Amma yəni fərq etmir də. Düzəcəm belə qəşəng yumuşalacaq yedi. Əvvəl zəhləm gedirdi, təsəvvür edin.
kividən. Amma indi faydalarını bildikcə artıq yumşalandan sonra qəşəng qaşıqla yeyirəm. Yəni xoşuma da gəlməyə başlayıb. Sonra belə. Sonra belə bir vafli. Belə bir 5 kiloluq düyü alıram. Həmişə yəni bundan alıram da, ən çox bunu istifadə edirəm. Sonra belə ət aldım qəssabdan. Bu təmiz elə bir ki, tikədir, sümük yoxdur. Burada quzu ətidir, 2 kilo. Bu isə qabırğadır, sos filan üçün. Yəni ki, hələ ki kəsirlər də. Xəstəliyə görə bilməm olacaq. Burada fili var. Dediyim kimi ən çox toyuqdan, yəni istifadə etdiyim fili və bu dibidir. Burada isə balıqdır, farel. Bunu da bazardan almışam. Onlar da qəssabdan, yəni marketdən almamışam. Sonra belə bir skumbriya balıq almışam. Kapçonludur bu. Çox ləzzətlidir. Təəssüf olsun ki, iyisi bərbatdır. Amma həqiqətən çox ləzzətlidir. Bu isə buzlu sudur. Yəni ki, kilonu. Bunları da bazardan almışam. Sonra belə yumru düyü almışam. Artıq mən yumru düyü o paketdəkilərdən almıram. Çünki o qədər belə şəffaf görsənir ki, düyü. Sanki belə plastikdəndir, nə bilim, bəlkə mənə elə gəlir. Amma ən azından bunların üstündə karişli zərrəciklər var da, hiss edirsiniz ki, qabığı varmış, soyulub da. Amma oradakilər çox mükəmməl görsənir. Ona görə nəsə son zaman nəfsim çəkmir onu almağa, daha çox bir kilo aldım. Sonra belə üzüm aldım. Sonra qarabaşaq. Bunu da çəki ilə aldım bu dəfə. Yəni çəki daha sərfəliymiş, nəinki paçka, yəni marketdəki paçka. Sonra belə araq aldım. Və belə bir mozzarella aldım. Biz təkcə mozzarellanı, yəni pizzada sevmirik. Dadı yoxdur da. Düzdür, qəşəng uzanır filan, amma bir dadı yoxdur. Ona görə Holland pendirinə bu dəfə qərar verdim ki, Holland pendirindən ikisini tyorkalayıb qarışdıracağım. Ki, yəni Holland pendirinin dadı buna keçsin. Bunun da qəşəng uzanmağı var. Sonra bir də 30 dənə yumurta aldım. Yumurta çatmır da, yəni şirniyyat filan pişirirsən bitir, qutarır. Ona görə təkrar durmadan yumurtalıq, ən çox yumurtalıq, bir də pesuk. Sonra bir də köbələk aldım yenə bazardan. Bir də qəşəng bir kələm aldım dolma üçün. Çox gözəldir. Sonra soğan, bunu salat üçün alıram sırf. Salatda qırmızı soğan istifadə edirəm. Belə də günləri işlətməyə yəni. Bir də noxud aldım. Bu dəfə çox xırda bir noxud aldım və yerli idi. O qədər xoşuma gəldi. O birisilərin yanında çox belə yəni yaxşı görsənirdi də, təmiz. O birisilərin üstündə nəsə ağ filan bir şey vururlar. Amma bu elə gözəl görsəndi. Dedim bir dəfə prov eləyim, həm də yerlidir. Görək necə olacaq. İndi isə bunlar kimyəvi şeylərdir. Yəni ki, keçən dəfə daha çox idi kimyəvi maddələr. Nəinki indi daha çox ərzaqdır. Çünki kimyəvi şeylər pabirlikdən filan da əlavə sifariş vermişəm deyə ehtiyac. Bu dəfə bunu aldım. Bu 2.20-dir. Bu isə 1.60. Yəni bunların heç, o birisi kimyəvi maddələrdə heç bir fərqi yoxdur deyə son zamanlar bunları alıram. 2 dəfə də vurğulamışdım. Yəni biri var qida ola, dəyər həqiqətən, amma kimyəvi şeydə, nə bilir, yəni kanalizasiya yaxıb gedən bir şeydir. Ona görə çox bahalıya verməyə dəymir. Əsasdakı eyni şey, yəni performansı göstərirsə, acı heç dəyişməz olaraq qalır. Hələ ki 2 dənə alıram hər dəfə.
Sonra bu dəfə belə bir şey aldım. Çünki şu an paltarı rengi qarışıb. Bu təmizləməlidir. Görək. Sonra belə salfetka. Nem salfetka her zaman lazım olur. 3 dənə belə şotkası. Pingvin paket. Pambıq. Sonra belə polu falan silməyə bu yaxşıdır. Sonra belə bir itfaq. Fırqa. Spirt və sabun qabı. Sonra belə salfetkalar. Salfetkadaki vəbşi su kimi istifadə olunur. Pambıq disk. Bunları artıq marketdən yox, belə kimyəvi şeylər satılan mağazadan aldım. Yəni orada da əsərləridir. 2 dənə qulaq çöpü. Diş çöpü. Sonra 2 dənə belə sabun aldım. Bir dənə yenə belə bir salfetka aldım. Sonra bir də belə admiral bu qablar almışam. Bunu yəni. Çünki oğlum yanına gedəcək. Bunlara yemək falan qoymaq, pizza pişirib qoymaq istəyirəm. Ona görə belə stakan falan da almışam. Belə admiral bu qablar. Sivil qabı. Və belə qablar. Bunlar da şirniyyat eləyəcəm. Börək falan belə şeylər. Bu alışverişim mənim. Belə. Bu da sonunda aldıqlarımı belə yığıb. Bir şəkilini çəkmişdim. Dedim sizə də göstərim. Belə indi bunları yerləşdirmək var. Bir neçə saatda ona vaxt tələb olunur.